Eləyək yavaş-yavaş. Keçək təzə dərsimizə. İndi biz CSS-in ikinci dərsindəyik, amma yəni praktik olaraq bu ilk dərslər sayılır da. Ona görə hələ də çalışmalıyıq ki, məlumatlarımızı dərinləşdirək. Dərs 1, bir dənə də gedirəm papka açıram. Sən ol, dərs 2. Dərs 2-nin içində də bir dənə index HTML açıram. Burada bir dənə vururam bundan. Yadınızdan çıxmayıb ki, UTF-8 nə idi? Dilləri dəstəkləmək üçün. Bu nə idi? Meta, viewport. Cihaza uyğunlaşır dəstək. Tamam. Initial scale. Bunu da soruşmuram da. Ayıb. Düzəmirəm. Deməli, uşaqlar, biz dedik ki, CSS. CSS-in iki qaydada CSS yaza bilirik biz. Daha doğrusu 3 qaydada. Hansı qaydalarda CSS yaza bilirik? Inline, internal və external. Inline, internal və external CSS yaza bilirik. Hamısında dedik ki, hansı tərzdə yazırıq? Internal yazılır buradan. Inline yazılır taglərimin içindən. External da yazılır xarici papkamdan. Düzdürmü? Bəs yaxşı, bunlardan bilirsinizmi? Hansı məsəl üçün daha böyük önəm kəsb edir? Hansı daha belə prioritetisi üstündür, önəmliyi üstündür? External. Ay sağ olun. Baxın indi bilirsiniz nə barədə deyirəm. İndi hər tərəfdən fərqli fikir gələ bilər. Internalda deyə bilərsiniz, externalda, inline-da deyə bilərsiniz. Yəni mənim deməyə çalışdığım tutaq ki, burada bir div var və bu divə 3 yerdən mən yazaram ki, məsəl üçün bunun içində bir salam CSS dərslərimizə xoş gəlmişsiniz. Bu yerə, buna mən bir buradan style verəcəm. Gedib deyəcəm ki, sənin color'ın olacaq və yaxud background color'ın olacaq aqua. Tamam. Eyni divə gedib buradan deyəcəm ki, sənin background color'ın olacaq red. Eyni divə gedib deyəcəm ki, sənin background color'ın olacaq pink. Seryoz rəng. Tamam. Bunu da bir dənə gedirəm. Buradan link CSS-i də qoşuram. Aydın oldu uşaqlar. İndi mən deyirəm ki, yazımın background-u hansı rəngdədir? Aquadır, reddir, yoxsa pinkdir? Yəni şey də nəzərə alına, index məsəl üçün doctype oxunanda necə oxunur? Məsəl üçün birinci tutaq ki, link var, sonra internal oxunur, sonra mən bunu da nəzərə alıram. Birinci yəqin ki, link oxunacaq. Hə. Yəni ki, birinci o gəlir. Bəli, məntiqən olaraq fikirləşsən, bəli, birinci bu CSS linki qoşulur və s. və s. deyə bilərsən. Amma birinci, amma birinci bizim dokumentimiz əslində yükləndikdən sonra linklərimiz oxunur. Amma dokumentimiz yüklənəndə burada bir style da var. Onda yaxşı, qırmızı mı oxunacaq, mavi mi oxunacaq? Yaxşı, linki qoyduq, tutaq ki, bir qırağa. Gedirəm, baxıram ki, bəli, mavi. Heç biri, hə, bəli. Mavi, gördük. Yəni bizim aquamızı götürüb hal-hazırda. Deməli, ən prioritetisi üstün hansıymış? Inline CSS. Bunun siz məntiqini necə izah edimsə, bu uşaqlar, yəni buna ən yaxın olan, bu siz necə? Elə bil oturmusunuz evdə. Biri var, gedib məhlə marketdən, yanınızdakı marketdən bir dənə binə çörək alırsınız. Tamam. Baxın bu odur. Baxın bu odur. Biri var, durub gedirsiniz teritoriyadakı bir dənə Araz marketdən ya da Bravo marketdən alırsınız. Tamam. Biri də var, durub gedirsiniz adı nə idi? Ay sağ ol. Ay, durub mən Bakıdan gedirəm ki, Gəncədən çörək alacam, uşaqlar da görüb gələcəm. Tutdunuz məsələni. Bu da artıq xaricə çıxırsan deməkdir. Ona görə internal CSS-in daha böyük üstünlük təşkil edəcək. Hə, ikinci bir qayda. Keçən dəfə sizə öyrətmişdim ki, məsəl üçün bizdə önəmlilik məsələsi var idi. Bu CSS-də önəmlilik məsələləri çox önəmlidir. Bu qəribə bir cümlə idi. Nə idi məsələ bizdə? Baxın, bizdə məsəl üçün keçən dəfə
Tutaq ki, onu sizə burada da göstərə bilərəm. Çox da önəmlidir. Tutaq ki, bizdə div var bir dənə. Artıq eksternala çox da ehtiyac yoxdur millət. Yəni yazdığımız CSS kodu az deyə zaten buradan yaza bilərik. Bizdə site reservasiyası çox da önəmli. Bizdə gedək məsəl üçün burada bizdə div var. Bu divin də bunu yığışdıram ki, inline CSS yazmaq çox da xoş bir şey deyil. Bu divin içində bir dənə P var. P-nin içində və yaxud belə deyim də, bir dənə, yəni P deyim, P yaxşıdır. P var, P-nin içində tutaq ki, bir dənə span var. O spanın içində də var bir dənə text. Bir dənə text. Bu da yazılıb ki, nə? Salam. Mənim adım Elvin. Tamam. Bir də burada adi bir P-miz var. Bunu da deyə bilərik. Bu da burada qala bilər. İndi mən tutaq ki, gedib deyirəm ki, mən də P-nin background color'ı qırmızı olacaq. Düzdürmü? Düzdürmü? Ondan sonra baxır bir dənə də burada da P var. Burada da bir dənə olarım. Burada da nəsə yazı verirəm. Bu P-nin də background color'ı qırmızıdır. Ondan sonra mən məsəl üçün bu P-yə gedib ayrıcı olaraq məsəl üçün P-nin içindəki spanın içindədir axı bu artıq. Düzdürmü? Düzdür. Mən bu spana ayrıca olaraq məsəl üçün class verirəm ki, sən mənim tekstimsən. Tamam. O classla verdiyimiz dəyərləri biz burada necə çağırmalıyıq? Nöqtə qoyaraq, bəli. Deyirəm ki, tekstimin background color'ı green olsun. Nə olacaq? Bəli, bəli, yaşıl olacaq və birbaşa nəyin arxası yaşıl oldu? Bildiyimiz spanın arxası. Lap bunu spanın içində yazmasam, lap heç başımızı qarışdırmasam, P-nin içində versəm, çox kiçicə yazmasam ki, birini inline, birini şey göstərməsin. Ayrı. Nə oldu? Baxın, birinə demişəm ki, P-nin background color'ı red olacaq. Bu ikisini də getdi elədi red. Bunu açmamışdan qabaq. Ondan sonra spesifikləşdirdim. Dedim ki, sən text adında class var. Yəni o class'ın background color green olacaq. Nə oldu? Bu getdi oldu nə? Green. Düzdürmü? Yaxşı, bunu bundan əvvələ salsam hər hansısa bir fərqi var və yaxud bunu bundan sonraya salsam. Yoxdur. Bəli, yoxdur. Birbaşa olaraq yoxdur. Yaxşı, mən gedib desəm ki, divimin içindəki P. Tamam. Sənin background color'ının rəngi olacaq nə? Blue. Hansı daha öncəliklidir? Bəli? Bu daha spesifikdir. Aha, hansı spesifikdir? Hansını götürəcək? Yəni ki, şeydir, axırıncı yazdıracaq. Gedək baxaq. Nəyi götürdü? Klası. Bəli. Yəni artıq klassla ID təyin olunanda birbaşa olaraq sən bu divə ad vermisən. Tamam. Və o ada yazmısan ki, bu background color green. Bu tam da spesifik bir şey deyil. Bilirsiniz uşaqlar niyə? Bunun içində 2 dənə də P ola bilər. Tamam. Divin içindəki P. Aydın oldu. Divin içində 2 dənə də P ola bilər və birinin klası olmaya bilər. O zaman deyir ki, hə, bax, məsəl üçün divin içindəki ikinci P-ni eləyərəm göy. Aydındır. Amma ki, bu mənə qardaş ad verilib mənə text adında, text klasında bir ad verilib. Mən mütləq ki, text klasındakı adda olmalıyam nə? Green. Aydın oldu uşaqlar? Daha nadiri seçir də belə cür. Bəli. Daha nadiri seçir. 100%. Mən dedim ki, nəyi daha çox spesifikləşdirirsinizsə, onu seçir. Tamam. ID alanlarınca. Yaxşı, bunu desən ki, divin içindəki, P-nin içindəki text. Aləm vuraq bir-birinə. Nə oldu? Gördüyünüz kimi aləm dəydi bir-birinə. Bu ikisi qarşılıqlı yaratır. Bu ikisi hal-hazırda eyni dərəcədədir. Aydın oldu. Məsəl üçün, bu işləməsə nə olacaq? Bu da birbaşa işləməyəcək. Birbaşa. Çünki səhv yazmışam.
Hal-hazırda. Hal-hazırda. Aşağıda şişler yayın içine. 100%. Okey. İndi bunlar aydın oldu millət. Tam şəkildə. Aynen. Tam şəkildə. Super. Yəni ki, bir də inşallah import məsələləri var. Onlara da keçəcəyik. Bilmirəm Elcan göstərib-göstərməyib. Hələ də ki çox da önəmli deyil. Bunları inşallah yaza-yaza öyrənəsiniz. Deməli, biz də bu məsələlər aydın olur. Klassda ID-dir. Klassdan başqa ID də vermək olur. ID ilə klassın fərqi nədir bilirik? Bilirikmi? Tamam, tamam. Mesela istifadə forması da fərqlidir. Tamam. İndi gedirik, millət, belə bir şey yazacağıq. Tamam. Bu çox xoşum gələn tasklardan biridir. Çünki klassların önəmini tam olaraq qəşəng vurğulayır. İndi deməli, nə edirik? Millət, gedirik, birinci hardan başlayırıq? Ən çöldən, eləmi? Ən birinci nə edirik? Bəli, gedirik birinci color maniyamızı açırsan ki, samballı bir şey olsun. Gedirsən onun rənginə baxırsan. Gəlsən görsən ki, bundan. Purple-ın hər hansısa bir çalardır. Gedib deyirsən ki, hansı təqə? Body. Sən background color-ın olacaq. Nə? Purple. ISO. Bundan. Ondan sonra gedib baxırıq ki, body'nin içində belə bir konteyner var. Biz konteynerlərimizi bundan sonra hansı təqdən işarələyəcəyik? Boxlarımızı. Div ilə. Tamam. Div bizdə strukturu qurmaq üçün olan bir şeydir. Tutaq ki, biz bir div yazırıq. Məsəl üçün, bir kart qururuq. Bu kartın baş hissəsi ola bilər, axır hissəsi ola bilər. Məsəl üçün, div kart qurursan, hətta cards qurursan, məsəl üçün, ID-si cards olan bir şey qurursan. Və bunun içində kartlar olur. Tamam. Bunun da klassını qoyursan ki, kart. Səndə kartlarım olacaq. Və bu kartlarımın içində tutaq ki, nə ola bilər? Kardın top hissəsi, kardın bottom hissəsi. Məsəl üçün, kardın top hissəsi olur səndə. Bir də olur kardın bottom hissəsi. Bottom hissəsi. Tamam. Və məsəl üçün, kardın top hissəsində nə olur adətən millət? Bir dənə image olur. Image-in altında bir dənə başlıq olur. Tutaq ki, H2. Burada kart title olur. Ondan sonra kardın bottom hissəsi olur. Burada da hər hansısa bir text olur. Textdə olur P-nin içində də tutaq ki. P təqin içində text olur biraz. O textdən sonra da bir dənə tutaq ki, button olur. O da tutaq ki, deyirsən ki, buy. Düzdürmü? Məsəl üçün, o kartlardan da səndə olur 3-4 dənə. Və bu şəkildə millət strukturum qurulur mənim. Aydın oldu necədir proses? Yəni ki, biz bu boxlardan strukturunu qurmaq üçün istifadə edirəm. Və bu gördüyümüz div boxları ki var millət, bunlar blok elementlərdir. Yəni, hal-hazırda gedib saytıma baxsaq, baxın, belə bir kartlarım yığılıb burada. Hətta mən gedib buna deyə bilərəm ki, kartlarımın məndə müəyyən qədər ölçüsü olacaq ki, hərəsi tutaq ki, 300 piksellik ya da ki, faizlə verə bilək. Tutaq ki, 30 faizlik ölçüyə malik olsunlar. Tamam. Və background color verərsən ki, tutaq ki, ağ olsunlar və border radius verərsən ki, tutaq ki, 10 piksel olsunlar. Gedib baxarsınız ki, kartlarım burada görsənir və kartların hər birinə margin verərəm ki, 10 piksel yuxarıdan aşağıdan, 0 piksel də qıraqlardan. Belə. Ondan sonra kardın özünə padding mi verirsiniz? Biraz buradan aralaşdırırsınız. Bunları hamısını ortaya mı gətirirsiniz? Tamam. Buranı ortaya gətirəndən sonra yazıları, içindəki yazıların ortaya gəlməyini istəmirsiniz. Tutaq ki, nə edərsiniz? Spesifikləşdirərsiniz. Deyərsiniz ki, məndə kart var. Kardın içində kart bottom var. Düzdürmü? Düzdürmü? Mən istəyirəm ki, kart bottom'ın içindəki P. Text align center olmasın. Text align olsun nə? Tutaq ki, olsun justify. Gördünüz? Ya da olsun text align start. Gördünüz? Təxmini justify ilə neyini işlədi. Amma justify neynir? Justify neynir buranı? Düzləşdirir. Baxırıq. Oba. Gördünüz? Aydın oldu. Yəni, hal-hazırda bir dənə də burada, məsəl üçün, image də qoysam hər hansısa bir kartıma ki, desəm,
monkey. Olar. Deyirəm ki, copy image address. Buradan gəlirəm bir dənə, üçünə də. Gəl buna da, buna da, ondan sonra buna da bir image verirəm. Tamam. Oba, şu. Millət, kartım hazırdır. Yəni, çox da bir şey yoxdur. İmicin də ölçüsü bu boyda deyil. Heç imiclə, ölçü ilə dərləşməyə ehtiyacım qalmadı. Kartlarım hazırdır. Tamam. Və sən bunları necə yan-yana sala bilərsən? Bunlar hal-hazırda millət görsəz blok elementlərdir. Blok və inline elementin fərqini izah edir. Məsəl üçün bizdə image tagim var mənim. Image tagim var. Image taginin yanına bir dənə də gedib inline element yazsan, span kimi, onlar yan-yana düşəcəklər. Çünki niyə? Bunlar öz hissəsi qədər yer tutan elementlərdir və buna Maxfit və s. keçmisiniz. Ha, nə gözəl. Onda buna nə verərəm məsəl üçün? Maxfit 350 piksel. Bu nə deməkdir? Bilirsiniz uşaqlar? Bir elementə normal width verəndə, normal olaraq width verəndə bu işləyir necə? Boy, qələt edirsən. Nə var burada? Hardasa budur. Hə, o da gedib. O da gedib. Bunun da şeyi qalıbdı. Yox, bu düzdür. Hə, düz. Əla. Hə, nədən danışırdım millət mən? Widthdən. Düzdürmü? Bir elementimizi normal olaraq width verəm ki, sən 350 pikselsən. Tamam. Bu statik olaraq həmişə 350 piksel dayanır. Ekranımızın ölçüsündən asılı olmayaraq. Bir də var buna 350 yox, demək ki, maksimum ölçün sənin 350 pikseldir. Bu o deməkdir ki, mən maksimum olaraq 350-yəm. Amma 350-dən balacaya da düşə bilərəm, kiçilə də bilərəm. Şəraitdən asılı olaraq. Aydındır? Tamam. Şəraitdən asılı olaraq 350-dən daha da kiçik ola bilərlər. Və görürsünüz, burada məsəl üçün imicim də oynayır. Eyni qaydada. Bunu eyni zamanda imicə də deyə bilərsən ki, imicin kart məndə kart topun içində image var. Onun maksimum width-inə deyirəm ki, olassan 100 piksel. Tamam. Və gedib baxıram ki, vəziyyətdən asılı olaraq imicim neynəmir? Birbaşa olaraq kiçilmir. Niyə? Niyə? Necə verməliyik bəs? Faizlə. Faizlə versək tamam. Faizlə versək hamısı olacaq. Faizə tutaq ki, versəm ki, 20% olsun və s. Nə bilim, ölçüsü özündən asılı olaraq. Faizlə hazır tutmadı. Nə verməmişik? Tamam. Minimum. Neçə verək? Tutaq ki, 50 piksel. Tamam. Olur nəsə? Bu istəyirik ki, biz balacalaşanda şəkil də bundan bir yerdə kiçilsin. Bir dənə verib Ay sağ olun. Hal-hazırda bizdə ehtiyac olan kart topun özünə width verməkdir. İçindəki şəklə də 100% olaraq verməliyik. Ayxan əl qaldırdım. Hə. Ver. Sualı unutdum. Sualı unutmadı, hər sualı unutdum. Hə, tamam olsun. Biz də şeyə də görə daha rahat görəmirik. Əslində buradan etibarən birbaşa çıxmalıdır şəkil ekrana. Biz burada görürük. Ölçüsü daha uyğun olan bir şəkil götürsək, belə yekəpər bir şey. Aha. Geçelim. Bəli, bu yekədir. Bunu götürsək daha rahat görərik nə etmək istədiyimizi. Məsəl üçün bunu götürsəm. Ay sağ ol. Ay yaşa. Bax, hal-hazırda görə bilirik. Nədir problem? Yəni problem odur ki, qardaş, yəni sən hardasan? Yəni sən Burnu sığmır ora. Bəli, divlə. Burnu çıxmır. Yox, overflow versən
mankinin yarısından kəsəsən. Yəni ki, gedib kart topa overflow. Yəni ki, desən ki, artıq daşmanı yığışdır. Bu gedib bunun burasını nə edəcək? Kəsəcək. Bir dənə də nə yazmadı? Nəyə səhv yazdım? Hə, düzdür. Baxın. Hə, kəsdi bunu buradan. Gördünüz? Kat elədi. Yəni ki, şəklin yarısı getdi. Bu şəkildə olmalıdır səncə? Yox, belə olmalı deyil. Yəni sən bildiyin bunu necə deyim? Belə türkülük yolu ilə yazdın getdi ki, hə, bu artıq hissəsini kəs. Adam olsa çiynindən gedəcək. Bu müəyyən bir vitə ehtiyacı var uşaqlar. Tamam. Yəni kart topumun içindəki şəklin kart topumun hal-hazırda müəyyən bir viti var. Onun viti bizim kartımızın viti ilə birdir. Kart topumun vitin içindəki şəklin müəyyən bir vitə ehtiyacı var. Tutaq ki, mən sənə deyirəm ki, sən 100% qədər ol. Nə oldu? Bizim kartımızın 100% qədər oldu. Tamam. Bu super bir şeydir. Çünki kart topumuzun içindəki image 100% hal-hazırda bitir. Və onun ana elementinin də ölçüsü var. Tamam. Və onun ana elementinin ölçüsü 350 bu stabil ölçüdür, yoxsa kiçilə bilər. Artıq bu kiçilə bilərsə, bu da onun kiçiləndə 100%-ni tutmayacaq uşaqlar. Ay, sağ ol. Yəni burada da bizə ona imkan verir ki, sən artıq ondan bir yerdə kiçiləsən, ondan bir yerdə böyüyəsən. Ondan bir yerdə kiçiləsən, ondan bir yerdə böyüyəsən. Bu çox əla bir şeydir. Ondan sonra danışırdıq nəyindən? Inline elementlərdən. Bizim imicimiz inline elementdir. Hal-hazırda buradakı yazını vurub alta salıbdır, spanı. Inline element olmasına rəğmən. Niyə? Çünki vitinə 100% vermişik. Bu üzə özdə. Bunun viti, yəni ümumiyyətcə bunu imiclə span hal-hazırda yan-yana düşmürlər. Çünki müəyyən bir ölçüsü var. Bayaq düşürdülər. Çünki ölçüsü imkan verirdi ki, bunun yanına düşsün. İndi baxsam, burada məsəl üçün bunun yanında baxsam, bu bir imicdə baxsam, yan-yana düşəcəklər. Inline element olduqlarını göstərmək istəyirəm. Sağ olsun, yanına element salmışım. Tamam, ISO. Bunun ölçüsü imkan vermir yanına salmağa, kartımızın ölçüsünə görə. Kartın ölçüsünü biraz böyütsək, tutaq ki, 650. Tamam. Yenə imkan vermir, çünki imicin ölçüsü. Şəkil çoxdur, həddindən artıq. Verərəsəm. Hə, ISO imkan verir. Baxın, bunlar öz viti qədər element tutan, daha doğrusu yer tutan elementlərdir. Nəylər? Bizim inline elementlərimiz. Amma ki, bizdə blok elementlər, yəni siz yaza zaten öyle divdir, h2-dir, p-lərdir. Bunlar hamısı blok elementlərdir millət. Başlıq elementlərimdir, semantik təqlərdir, divlərdir, ondan sonra isə dediyim kimi paragrafdır, yazı ilə bağlı. Bunlar hamısı bildiyimiz blok elementlərimizdir. Image kimi, span kimi təqlərimiz isə bizdə inline elementlərdir. Görürsünüz artıq ki, məsələn, siz bunların yan-yana düşməyindən görürsünüz. Amma məsəl üçün biz görürük ki, burada məsəl üçün spanı yığışdıraq. Buradan da spanı yığışdıraq. Bunu da ölçülərini normal hala salaq. 100% eləyək səni. Sənin də ölçüsü 450 eləyək. Tamam. Bir də millət, bir də 450 yox. Neçə idi bu? 250. 350. O da 350 olsun. Tamam. Bir də baxırıq ki, bizim divlərimiz, kartlarımız necə düşüb? Alt-alta düşüb. Deməli, bunlar necə elementlərdir? Blok elementlər, sağ olun. Və bunlara baxırıq, görürük ki, hamısı bu kartdır, ümumi kart tipidir. Kartın içindəki kart da birbaşa olaraq hamısı öz hissəsi qədər yer tutur. Öz hissəsi qədər deyəndə bütün bu kartın yerini tutur. Bütün bu hamısı bir ekran qədər yer tutur. Yəni hamısı bir ekran qədər yer tutur. Yəni ki, bunlar blok elementlərdir. Əgər bunları yan-yana düşməyini istəyirsinizsə, onda nə edərsiniz? Display flex verməzsən. Çünki display flex hələ keçməmişik. Çox qaçdım. Display flexdən biraz o tərəfə
JavaScript reaksiyadır. Yavaş. Deməli, Gedərik. Baxın, bizdə məsəl üçün kartlar hamısı dayanıblar necə? Alt-alta. Görürsüz? Bunlar blok elementlərdir. Bunların displeyi blokdur hal-hazırda. Gördünüz, eyni qaldı. Displayini inline eləsək bunların, gedib rastlaşarıq ki, bizdə bunların burnu getdi, ölçüsü getdi. Bəli. Çünki niyə? Niyə qardaş? Paput işləmir yaxı. Niyə birinci inline, niyə inline blok elədik, alınmadı? Çünki inline eləyəndə bizdə ölçü tutmur. Mən keçən dəfə də sizə dedim. Padding tutmur, margin tutmur, width tutmur. Yadınızda bu söz dedim. Ona görə nə edirik bunu? Inline. Bəli, inline blok eləyirik və görürük ki, elementlərimiz avtomatik şəkildə yan-yana dayanıblar. Tamam. Və mənim bu kartlarımda müəyyən bir ölçüsü var. Tamam. Buna gedib deməliyəm ki, hə, sən margindən tutaq ki, filan qədər aralı dur. Nə bilim, bu qədər aralı dur. Bir-birlərindən də birinci deyərəm ki, kartlarım. Margin 10 piksel, sağdan soldan da 30 piksel. Tamam. 30 çox oldu. Çünki bunun şəkli böyükdür, bunun şəkli balacadır. Tamam. Şəkilləri eyniləşdirsək, qəşəng görsənər. Nə versək? Box sizing border box səncə nə işə yarayır? Onu da göstərəcəm. Box sizing border box'un bununla dəxlisi yoxdur. Ölçüsünün dəyişməməyin işə yarayır. Nəyin dəyişməməsinə? Ölçüsünün dəyişməməsinə. Nə vaxt? Padding verən vaxt. Padding verən vaxt, margin verən vaxt. Box sizing border box ona yarayır ki, paddingi çölə verməsin. Məsəl üçün. Çünki sən width təyin edirsən. Məsəl üçün biz hal-hazırda bunun width-nə baxsaq 350 təyin eləmişik. Sırf bunun paddinglərinə görə bunun width-i 370 hal-hazırda. Yazı çölə verək. Gedib baxsaq, baxın neçədir? 370. Amma bunun çölə doğru böyüməməsi üçün mən gedib deyərəm ki, qardaş, sən paddingin 0-dır, marginin 0-dır. Bunu bir dəfə izah eləyəcəm yenə sizə. Box size border box'dur. Bu artıq gördüyünüz balacalaşdı və ölçüsü oldu neçə? Bizim təyin etdiyimiz qədər 350. Düzdürmü? Box sizing border box buna yarayır. İndi buna bir ölçü təyin etdik və məsəl üçün buna bir margin tutaq ki, təyin edirdik ki, biz bunun qıraqdan tutaq ki, margin olsun 150 piksel ki, qıraqdan deyirəm, sağdan soldan tutaq ki, 100 sırf kartların özünə yox, cards divinə. Cards divinə gedib deyirdik ki, məsəl üçün bunu ortaya salmaq üçün də birbaşa div ortaya salmaq üçün. Bunun yuxarıdan aşağıdan çox da ehtiyac yoxdur əslində. Sağdan soldan 10 piksel olsa bəs eləyər. Gedib cards divinə gedib deyirdik ki, nə? Tutaq ki, sən margin left 100 piksel. Belə verirdik. Düzdürmü? Və hal-hazırda da tutmur. Tutmur. Niyə tutmur? Çünki niyə? Çünki bilmirəm. Baxaq görək niyə. ID-dir, çünki siz klass verirsiniz. Mən nə vermişəm? Hə, ID-dir, düzdür. Mən klass vermişəm. Çox doğru. Gedib baxıram hal-hazırda. ISO tutur. Və bu bizim xoşumuza gəlmir çox da belə eləmək. 120 piksel, nə bilim, 130 piksel, 140 piksel. Amma ki, bunun başqa yolu varmı? Tamam, indi display flexi, position'ı falan filan qoyaq bir qırağa. Tamam. Bunun yollarından biri odur ki, millət artıq elementimizin ölçüsü varsa, bunun avtomatik bir qiyməti də var. Bunun orta bir hissəsi var. Bunu da CSS-imizdə ağıllı olaraq tənzimləməyimiz üçün auto deyə bir xüsusiyyət çıxarıblar. Aydın oldu? Auto deyə bir xüsusiyyət çıxarıblar. Amma bu auto deyə bir xüsusiyyətimin olması üçün dedim mənə nə lazımdır? Hökmən ki bir. Uzunluq yoxsa n? Bəli, n. Müəyyən qədər bir məndə ölçü lazımdır ki, buna bir ölçü verim ki, mən tutaq ki, sənin width-in olacaq. Nə qədər? Nə qədər olar? 900 150 indi faizlə vermirəm hələ. Tamam. 1100 yəni.
1000 taş 100 piksellər və s. və s. Səndə müəyyən qədər. Və görürük avtomatik olaraq nə edir? Baxın, margin bunu biraz da məsəl üçün artıraq. 1200 minimum. Nə edir avtomatik olaraq? Margin autodan çək bunu. Margin autonu ver. Nə edir? Avtomatik olaraq ölçüsünə görə gəlir birbaşa olaraq ortadan tutur. O body'yə verən vaxtlarımızda nə vaxtı onu deyəcəm. Bunu biraz buradan belə eləyək. Görürsünüz uşaqlar. Amma tam mərkəz atmaya baxın. Çünki nə qədər vermişik ölçünü? 100. Biz atdığımız ölçüyə görə gəlib ortamı götürür. Aydın oldu? 100 verək də ona faizini. Margin autosu belə işləyir. İndi keçəcək faizə. Gördünüz? Faiz də hal-hazırda işləmir. Ona görə bunu birbaşa olaraq pikselinə yazdım. Çünki biz niyə bunu içəridəki elementə veririk? Düzdürmü? Amma əgər ki biz konteyner məsələsi ilə işləsək, müəyyən qədər bir vitimiz olsa və onun ortaya bir dənə məsəl üçün bunu tutaq ki tək elementə salaq. Baxın. Tək elementə salaq. Bu hal-hazırda nədir? Bir dənə kartdır. Bax, hal-hazırda kartımız yoxdur. Kartımızın ölçüsü var. Və buna gedib deyək ki, sən olasan margin nə? Auto. Buna necə verdim? Margin auto. Tutmur hal-hazırda. Niyə tutmur? Böyük ehtimalla bitimlə əlaqədardır. Margin left autoda sözlərkən. Yox. Təxlis yox. Baxsam nəyə yol vermişəm hal-hazırda? Artıq özündə də margin var. Hə, düzdür. Margini sonradan yenə vermişik. Hal-hazırda baxsam. Yox, yenə tutmayacaq. Nəyə də səhvə yol verdik biz? Vit 100 verək. Amma 100'dür də. Statik olaraq body'nin ölçüsü 100'dür. Hal-hazırda haradasa səhvə yol verdik. Heytdən də ola bilər. Nəydən? Heytdən. Yox, heytdən dəxlis yoxdur. Bizim müəyyən qədər elementimizin ölçüsü olanda onu avtomatik olaraq mərkəzə gedib salmalıdır. Margin automuz əslində. Kartın displeyini inline eləsə eləcəm. Çox düz. Tam olaraq da bu problemlədir. Çox düz. Çox düz. Inline eləsək yox, kartın displeyini millət blok olaraq saxlasaq düzələcək. Baxın. Amma bu burada olmalı deyil. Təbii ki, bu olmalıdır burada. Çox düz. Bilirsiniz ardından, biz normalda əgər işlədəndə uşaqlar, indi sizə öyrədəndə margin auto ilə işləyirik, istifadə edirik. Biz gedib blok elementləri inline blok eləmirik. Artıq flex və s. öyrənəndən sonra və margin autoda həmişə gözəl şəkildə işləyir. Margin autonu bloklayan, işləməmə səbəblərindən biri bir elementin inline blok olmağıdır. Artıq inline blok olanda o neynir? Öz əvvəlki statik ölçüsünü itirir. Yəni ki, bizdə əvvəllər kartımız gül kimi tuturdu nə qədər? Nə qədər hissəni tuturdu? Birbaşa olaraq 100%lik bir hissəni tuturdu. Düzdürmü? Və içində 350 piksellik bir hissəsi var idi. Aydın oldu. Mən bunun gedib display inline block eləyəndə artıq o 100%lik hissəni tuta bilmir. Tamam. Bu bizdə görürsünüz gəlir ilişir bura. Bu body'mdir. Body'nin içindəki kart. Baxın bu kart. Kart nə qədər hissəni tutub? Fikir verin. Olduğu qədər hissəni tutur. Ona görə bu olduğu hissənin gedib ortasında dayana bilmir. Aydın oldu nədir problemi? Ona görə bizdə əgər margin autonun işləməyini istəyiriksə, mütləq ki kartımız yəni blok şəklində olmalıdır. Verdiyimiz div blok olmalıdır. Yəni inline blok olmalı deyil.
Inline bloklarında problem çıxardır. Bunu hal-hazırda gedək tənzimləyək. Bunu çıxardaq. Bunları artıq aça bilərik. Səhv yerdən açdım. Hardan araydı? Buradan. Buraydı. Yaxşı, bu niyə qaldı burada? Səni sil. Səni zəhmət olmasa sil. Səni də sil. Ehtiyac yoxdur artıq kommentə. Tamam. Bunu da div kart. Hə, bunu açmamışam ona görə. Div kartımızı da açaq. Artıq biz öyrəndik ki, necədir bizdə? Margin, daha doğrusu inline blok olanda margin automuz işləmir. Və bizdə nə qalmışdı? Artıq cards blok düzdür. Buna yox. Margin autonu bundan yığışdırarsam. Bundan da yığışdırarsam. Tamam. Gözəl. Bu şəkildə də burada birlik işləməyəcək. Çünki inline blokumuz var. Və müəyyən qədər bit verəndə də artıq yəni əlimizlə müəyyən qədər bit verəndə o qaydada işləyir. Amma ki, inşallah ortaya salma qaydasını biraz da daha sadələşdirəcək gələcəkdə. Hal-hazırda inline blok məsələlərinə görə biraz daha qəlizdir bizdə. Məsələn. Çünki gəlib bura margin auto nə bilim yazmalıyıq, o tutmalıdır. Ondan sonra bunları yan-yana salmalıyıq. Bunu yan-yana salanda o işləmir, onu yan-yana salanda bu işləmir. İnşallah düzələcək. Bir dənə də həll yolu var bu problemin əslində. Ki, məsəl üçün bunu yan-yana salmaq istəyirsiniz, margin auto sizə problem yaradırsa, gedib şey eləyə bilərsiniz. Məsəl üçün body'nin içindəkiləri və yaxud kartın içindəkiləri, kart zaten width 100 eləmi? Kartın içindəkiləri gəlib deyə bilərsiniz ki, text align center bu gəlib ortanı tutar. Siz məsəl üçün burada kartın içindəki digər elementlərin text align center olmağını istəmirsinizsə, gedib deyərsən ki, kartda text align-ı yığışdır. Yəni ki, yığışdır nə deməkdir? Ya nə bilim start halına sal. Start halına sal və yaxud burada deyə bilərsiniz initial və ya inherit. Bu initial və ya inherit bizim initial value-muza qaytarır bunu. Initial value nə deməkdir? Yəni ki, əvvəlki halına qaytarır. Buna gedib baxanda birbaşa olaraq tutduğunu görməyəsiniz. Çünki burada nə vermişəm mən? Həmin ID-yə vermişəm. Burada da həmin klasa vermişəm. Hal-hazırda bildiyiniz eyni şeydədirlər. Yəni, eyni önəmlilikdədirlər. Mən bunu gedib özəlləşdirsəm ki, kartın içindəki P sən statik olaraq text align start all, initial all və yaxud justify all, o gedib tutacaq. Bayaq göstərdiyim qaydada. Və yaxud bunu düzəltmək üçün text align center yox, bu arada. Bunu da bu arada burada təmizləmişik. Vəsə, gözəl şəkildə tutdu. Hal-hazırda buna görə işləmirdi. Tam olaraq buna görə, ikinci yazdığımıza görə. Buna gedib deyə bilərik ki, center və yaxud gedib deyə bilərik tutaq ki, justify. Və yaxud bunun da mərkəzdə olmağını istəyiriksə, sırf P-nin mərkəzdə olmağını istəmiriksə, bayaqki qaydada saxlaya bilərik. Buna gedib deyərik yenə center. Bu zaten buradan justify-dır. Və yaxud buna gedib deyə bilərik start. Tamam, hamısını özümüz əlimizdən tənzimləyə bilərik. Və hal-hazırda birbaşa olaraq baxırıq ki, mərkəzdə dayanıblar. Düzdürmü? Buradan da eynidir, buradan da eynidir. Heç bir problemimiz yoxdur. Artıq text align center şeyə baxmır millət. Inline blokda da problem çıxartmır, inline-da da, blokda da. Yəni, birbaşa olaraq mərkəzi tutur. Inline-da yox, inline blokda daha doğrusu. Inline-da birbaşa olaraq ölçü olmur. İndi bir dənə də index.2, index2.html açılır daha doğrusu. Bizdə belə bir element var. Əslində bunu yazırıq. Gedək, buna deyək ki, style, background, body'mizin background color-ı olsun nə? Bayaq götürmüşdük əslində rəngini. Purple, tamam. Ondan sonra nə var uşaqlar bunun içində? Bir dənə div var, tamam.
Artıq struktur qururuq. Bu divimizin adı olsun. Tutaq ki, buna bir ID verək ki, sən nə divimiz ol? Bizim scale, yəni içində şkalaların olduğu div ol. Bunun içində də neçə dənə scale var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Gedib deyirəm ki, 11 dənə div vurulsun. 11 dənə divim var. Bunların da içində scale'lar olacaq və s. və s. Tamam. Gözəl şəkildə bunu yazdıq. İndi bizə ehtiyac var ki, buna nə verək? Bir dənə ölçü verək, düzdürmü? Gedib deyirəm ki, ID scale sənin ölçün olacaq. Tutaq ki, nə qədər olsun? Max width nə qədər deyərsiniz? Max width təxmini olar, deyərəm ki, tutaq ki, 700 piksel. Və gedib deyərəm ki, sənin background color'ın ağ rəngdə olsun. Hal-hazırda gedib ekranda nəsə görəcəm. Heç nə görmürəm. Niyə heç nə görmürəm? Çünki bunun içindəkilərin heç bir şeyin müəyyən qədər bir height-i yoxdur. Buna adi bir dənə məsəl üçün hərf versəm, gedib baxıb görəcəm ki, nəsə görsənir. Amma ki, hal-hazırda heç birinin height-i yoxdur deyə heç bir ölçü görə bilmirəm. Ona nə deyərəm? Deyərəm ki, bala, scale, sən içində divlər var. Tamam, bunların hamısını gedib tək-tək tutmarıq da, hamısından bir ölçü verərik, düzdürmü? Bu divlərin height-ı olacaq nə qədər? Təxmini olaraq deyirəm ki, 50 piksel, məsəl üçün də. Və görürsünüz, indi siz baxırsınız ki, bunlar hamısı bir yerdədir. Çünki bunların heç biri bir-birindən millət aralanmayıbdır. Gördünüz? 50 piksel də biraz çox olubdur. 30 piksel deyərəm və bunların müəyyən qədər margin olar ki, margin 10 pikselin sıfıra. Tamam. Bütün bu divlərin. Və sizin də background color'ını hələlik deyirəm ki, background color'ını blue eləyim ki, görüm. İndi görə bilirəm. Bunların mərcinlərini də verdik, mərcindən qabaq birləşikdilər, mərcinlərini də verdik, ayırdıq. İndi görə bilirəm nəsə. İndi bunları müəyyən qədər görürəm ki, bir-birindən biraz ayırmaq lazım. Yəni, nə verirəm bunları ayırmaq üçün müəyyən qədər içərdən? Padding verərəm, bəli. Gedib deyərəm ki, sənin paddingin var. Baxıram ki, burada nisbətən təxmini hər tərəfdən demək olar ki, eyni görsənir. Hər tərəfdən 20 piksel verərəm. Gedib baxıram ki, müəyyən qədər aralandı. Gedib baxıram ki, biraz bunun tam belə kvadrat xəttidir, amma biz gedək məsəl üçün border radius. Gördünüz, baxın, burada biraz border radius var. Biraz da hətta border var, qırmızı. Gedək onu da əlavə eləyək. Yəni, nə əlavə eləyirəm border'ı? Gedib deyirəm ki, nə? Border, nə deyirəm uşaqlar? Tutaq ki, 2 piksel düz olması üçün solid, red olması üçün red. Ondan sonra deyirəm ki, border radius, tutaq ki, olasan sən 15 piksel. Gedib baxıram hal-hazırda ki, alınır məsəl. Ondan sonra bunu bir mərkəzə gətirərəm. Mərkəzi gətirmək üçün hara nə deyəcəm? Bunun width-i var, width-i var. Gedib nə deyərəm buna? Deyərəm margin auto. Tutar mərkəzi. Çünki niyə? Çünki blok elementimdir və margin autum gözəl bir şəkildə işləyir. Və müəyyən qədər də yuxarıdan məsafəsinin olmağını istəyirəm. Gedib deyərəm ki, 100 piksel auto. Tamam. Tam olaraq demək olar, ortada hal-hazırda dayanıbdır. Və deyirəm ki, mən də bu elementlərimin gedək yazılarını yazaq. Yadda saxlaya bilərsiniz. 450, 650, 600, 300, 450, 450, 650, 600, 300, 450. Belə idi. 400, 650, 600, 300, 450. 600, 650, 300, 600. 600, 650, 300, 600. 2 dənə qaldı. 650, 650.
Hazırdırmı? Hazırdır. İndi millət, baxıram ki, bu məndə müəyyən qədər divara söykənib bildiyin və bu dayanıb birbaşa olaraq elementimin yuxarısında. Bu ona görə belə olub ki, mən buna statik olaraq əlimlə height vermişəm. Statik olaraq əllə height vermək o qədər də düzgün bir şey deyil. Tamam. Elementi görmək üçün verərsən. Amma ki, bu hala çatandan sonra bu height'ı burada saxlamazsan. Bu height'ı buradan yığışdırın. Birinci şəkildə. Birinci şəkildə bir də deyin ki, buna teksti olsun, zəhmət olmasa, text olsun white. Textin color olsun white, daha doğrusu. Color olsun white. Alım getdi tailwind'ə. Color oldu white. Yaxşı, bunların müəyyən qədər böyüyüb içərdən aralanması üçün buna nə verərəm? Nə verərəm? Padding, ay solum. Padding görürük ki, yuxarıdan aşağıdan nisbətən bir tutaq ki, 3-5 piksellik, qıraqdan da bir 5 piksellik bir paddingi var. Tamam, gedib deyərəm ki, sənə height vermirəm. Padding verəndə zaten sənin ölçün öz-özünə qəşəng şəkildə 3 pikselin, gedib deyərəm ki, 5 pikselə müəyyən qədər bir nəyin var sənin? Paddingin var. Gördük. Və hal-hazırda məndə bir dənə problem nə qaldı hal-hazırda? Məsəl üçün, bunların bəziləri qırmızıdırlar. Bunu necə eləyərik bəzilərini qırmızı? Məsəl üçün, rahat yox. Ay sağ olun. Məsəl üçün, red klassı əlavə eləmək. Klass nömrəmi burada gəlir. Məsəl üçün, birinci, ikinci, ondan sonra beşinci, məsəl üçün, birinci, ikinci, beşinci red klassındadır. Gedirəm, deyirəm ki, birinci, ikinci, 3, 4 getdi. Beşinci, siz klass olaraq burada qaldı. Sən get buradan. Birinci, ikinci, bir də beşinci. Burada niyə mərdim azarlıq edir? Sən get. Olma. Class red. Buna bir red klassı verirəm. Sən də gəl buradan yığışdır. Və başqa hansıları? Baxıram. 3, 4, 5. Ondan sonra axırdan birinci, 2-dən ötür axırıncılar. Axırdan birinci, bunlar yox. Bunlar. Yenə getdik bura. Heç olmaz, yazaq silərik. Class. Sən buradan get. Bir dəqiqə. Tamam. Class. Nasıl oldu ekranı? Rekord dayandı. Yox. Yolundadır. Nasıl oldu? Counter nasıl oldu? Haşa qaydasındadır. VS kodun ama VS kodun ürəyi getdi millət. VS kod hal-hazırda dayandı. VS kodu bir dənə buradan bağlayaq. Gedək təzdən asaq. Yazdıqlarımız da avtomatik olaraq save olunur deyə düşünürəm ki, bir problemimiz olmayacaq inşallah. Tamam. Class. Siz də red olursunuz. Ondan sonra gedib deyərəm ki, bir dənə baxın. Ondan sonra gedib deyərəm ki, sən red klassım olanlar birbaşa olaraq gedirsiniz, background color olursunuz nə? Red. Tamam. İndi nə olacaq millət? Nə olacaq? Yox. Hal-hazırda qırmızı olmayacaq. Çünki biz burada nə vermişik? ID. ID-nin içindəki div demişik, hə? Bu spesifik bir şeydir. Tamam. Bu spesifik bir şeydir. Bunu yuxarı qaldırsaq. Baxın. Görürsünüz. Yəni ki, bu spesifik bir şeydir və yəni ID kimi spesifik bir şeyin içində də bir dənə div bildirmirsən ki, sən ID-nin içindəki div olsun. Tamam. Aydın oldu nə deyirəm? Bu kimi hallarda, buna da gedib deməyə bilərsiniz. Məsəl üçün background blue.
Tamam. Ancaq bunlar qırmızı olar. Sonra gedib bir də blue klası verib blue eləyərsiniz. Amma ki sırf hamısı ilə bir-bir əlləşməmək üçün gedib deyə bilərsiniz ki, bu blue olsun. Red klası verdiklərim red olsun. Bu kimi hallarda burada bir dənə millət important qoyursunuz. Tamam. Bu important nə deməkdir? Gördünüz hal-hazırda. Tamam. Bəli. Bu important bunun prioritisini nə qədər az olursa olsun, yəni ki, nə qədər önəmsiz bir şey olursa olsun, birbaşa olaraq qabağa çıxardır. Yəni sən artıq ID-də olsan, ID-nin içindəki klassın içindəki div-də olsan, nə də olsan artıq important səndən qabağa çıxır. Yəni önəmli sırasını çıxardır birincinə. Ki, nə də qoysan bu redi oxu. O da gedir avtomatik olaraq digərlərini red edir. İndi mən də baxıram ki, başqa qruplaşdırılası nə var? Baxıram ki, 450 piksel, 450 piksel, 2 dənə 450 pikselimdən, 2 dənə 300 pikselimdən, 1, 2, 3 dənə 600 pikselim, 1, 2, 3, 4 dənə də 650 pikselim var. Gördünüz? Onda millət, çox, yəni hamısına ayrı-ayrı yenə gedib verməkdənsə, çox belə məqbuldur ki, siz gedib yenə bunu siniflərə ayırasınız. Yəni ki, neçə? Biri 300, biri 350 var idi. Yox, 450, 300, 450, 600, 650. Bəli. Gedib burada deyirsiniz ki, mənim 1, 2, 3, bir dənə də buradan yox, bura bir dənə enter verərəm. Bir dənə də aşağıdan deyərəm ki, 1, 2, 3, 4. 4 dənə klass olacaq. Bunlar başlayacaq with-lə, tamam, with 3. Bu olacaq 300, bu olacaq 450, bu olacaq 600, bu olacaq 650. Tamam. Və bunların da hamısının nə edirik? Salırıq. Alta. Buna qoyaq, buna da qoysaq. Bu böyük ehtimalla özü avtomatik düşəcək. Aydın oldu. 4 dənə sinif ayırıq. Ondan sonra qəşəng şəkildə gedib deyirik ki, sənin width-in olacaq 300 piksel, sənin width-in olacaq 450 piksel, sənin width-in olacaq 600 piksel, sənin də width-in olacaq 650 piksel. Bu sinifləri qəşəng şəkildə ayırandan sonra burada, ondan sonra gedib bunları rahat şəkildə işlədə bilərsiniz. Yəni ki, gedib baxırıq ki, məsəl üçün 450 birinci olacaq, 2, 3, 4, 5-ci olacaq. Birinci ilə 2, 3, 4, 5, 5-ci. Və klass verəndə artıq millət, biz 2-ci, 3-cü, 4-cü, 5-ci klassları verə bilirik. Yəni, əlavə olaraq gəlib artıq burada klass deyə bir şeyə ehtiyac yoxdur. Aydın oldu. Sən bura klass yazmısansa, bunu mənimsətmək istəyirsənsə, burada klass olmağı böyük bir önəm kəsb eləmir. ID sadəcə bir dəfə verilir və içində bir şey olur. Amma klass olanda birincinə və 2, 3, 4, 5-cinə gəlib deyə bilirsən ki, burada zaten ölçülər yazılıb da bunu. 450 budur, 450 budur. Gəlib buna deyə bilirsən ki, Windows açılmasın. Bundan buna get nə yaz? Nə yazacaq bura? Width 450. Və birbaşa olaraq gedib baxırıq ki, bunlar 450 oldu. Sənə gəlib yazıram ki, sənə 650 olan. Sənə və sənə. Gedib yazıram ki, width 650. Bunlar da getdi, 650 oldu. Ondan sonra 600 sənə, belə yox. Belə də yox. Sənə və sənə gəlib deyirəm ki, class nə? Allah. Class width 600. Bu da qaldı. Class width 600. Ondan sonra sənə də gedib deyirəm ki, bunlar da 600 oldu mu? Qaldı bir dənə bu göylər. Göylər yox, 300'lüklər. Deyib, bu göy, bir də ki, bu qırmızı 300'lük. Gedib də deyirəm ki, sənə width 300. Sənə də width. İndi sənə də width 300. Gedib baxıram. Bunlar da öz qədər tutdu. Aydın oldu. Bu siniflərin optimal qaydası istifadəsidir. Yəni ki, siniflərə ayırmaq, sinifləri istifadə eləmək iki qaydada. Bir,
strukturumu qururam iç-içə. Kardın içində kart topun içində image və s. kart bottomun içində öz qaydası adlandırma şəklində. Bu da strukturumu bu şəkildə qururam. Kartlar, kartın tutan böyük bir kart stivi. Bir də ki, eyni olan elementlərimin adlandırılıb sinifləndirilməsi. Aydın oldu millət? Taskımıza baxırıq. Bildiyimiz bunun biraz paddingi biraz çoxdur, onun biraz paddingini artıra bilərik sadəcə. Qalanda çox bir şey qalmayıb. Elə 5 piksel versək, mərcində ürək istəyir, lap mərcində artıq 15 deyilək. Gözəl şəkildə, hal-hazırda, tam olaraq eynisində. Sualınız qaldı millət, hər hansısa? Bu ikisini gördüyünüz, bundan nisbətən daha qəşəng kartlar atacağım. Bunu və birinci yazdığımız kartları yenə həmişəki kimi videosunu yükləyirəm. İndi kartları biz batına vermədik, hər hansısa bir şey buna rəng vermədik, buna bir style vermədik. Bunların yuxarının paddingini yığışdırmadıq, sadəcə aşağıya padding versək məsəl üçün daha gözəl dayanır. Çünki niyə? Çünki bura bizim padding verməyimiz bunun 100% tutmağının qarşısını alır da, bilirsiniz. Hara padding verməyimiz. Bunu bir dənə gedək açaq burada. Gördünüz? Hal-hazırda olaraq 100% tutur. Sən paddingi verməlisən hara? Kart botuma. Yəni ki, paddingin olmalıdır. Burada 10 piksel və s. və s. Ki, kart top qəşəng şəkildə dayansın. Overflow, baxın, artıq buna nə verməliyik? Şəkil neynir? Daşır. Düzdürmü? Nə verməliyik buna? Gedib deməliyik ki, şəkil hara verməliyik overflow-u? Karda yoxsa kart topa? Karda yoxsa kart topa? Geçsək kart topunu özünə versək, görürük ki, bizdə qırağa çıxan kart top deyil. Kart topdan çıxmır. Çünki niyə? Bizdə vid hansındadır? Ölçü. Bəli? Hansına vermişəm? Necə o birisine? Image'ine vermişəm. Tamam. Kart topa versəm, daha doğrusu karda versəm, gördüyünüz kimi burada. Bu arada kart topun özünə də versəm, yenə də dediyim məsələ. Yəni ki, image məsələsinə. Hətta yəni artıq o qədər şey eləməyə ehtiyac yoxdur. Səndə artıq ölçü bundadsa, ana div bundadsa buna verib tənzimləyərsən. Buna da hidden versək. Gözəl qəşəng.